uşaqlarıma indidən psixoloji təzyiq göstərirəm ki, psixoloji təzyiq göstərirsiniz. Mən seçəcəm sizə. Mən seçəcəm, siz bəyənsəz, seçsəz bir-birinizi. Yəni ki, məktəb 11-ci sinifdə, 10-cu sinifdə gəlib mənə deməyin ki, mən filan kəsi sevirəm, amma və yaxud da ki, məni filan kəs sevir, mən ona ərə gedirəm. Bu söhbət bizim ailədə olmayacaq. Mən bəyənəcəm, sənə seçim verəcəm. Bəyənsən, sən də sevsən, məyəm sevgi. Siz ərə getmirsiniz ki, qurban olum sən, qulaq as mənə. O sevgilər var idi ya, Leyli və Məcnun. O əsərlərdə qaldı. O qədər gözəl məclislər idarə eləmişəm ki, möhtəbər insanların məclisini idarə eləmişəm və çox vaxt mənlə gələndə söhbətə analar gəlirlər. Uşaqlar nə deyir sizin bu fikirlərinizə? Mən soruşmuşam ki, qızınız sevib ailə qrupdur, onlarda mən örnək götürürəm, mən böyüklərimizdən çox örgənirəm. Deyibdi ki, yox, qızım seçim eləməyibdir, mənim həyat yoldaşımla mən oturmuşuq, baxmışıq ki, tutalım ki, bu oğlan bizim ailəyə uyğundur ya uyğun deyil, onlar da bizə elçi gələndə biz onları görüşdürmüşük. Gələndə qızımdan soruşmuşam ki, qızım, xoşuma gəldi oğlan. Deyib ki, hə, ana, xoşuma gəldi. Elə də ailə qruplar.